Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi ilə Uğur Sağlıq Texnologiya Azərbaycan MMC arasında anlaşma memorandumu imzalanıb. Sənədi İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov və Uğur Sağlıq Texnologiyaları Azərbaycan MMC-nin direktoru Yurdanur Murzoğlu imzalayıblar. Sözsüz ki, əsas məqsədimizdən biri asan xidmət mərkəzlərində vətəndaş məmnunluğunun artırılması üçün sosial innovasiyaların tətbiq edilməsidir. İnanırıq ki, bu əməkdaşlıq daha faydalı və davamlı həllərin yaranmasına öz müsbət töhfəsini verəcəkdir. Bu memorandum aslında daha fazla sağlık teknolojisinin ülkeye gelmesi için ilk adımdı. Bu konuda da kendimizi başarılı görüyoruz. Tərəflər memorandumda Asan AI Hub platforması çərçivəsində süni intellekt əsaslı həllərin inkişafı, mobil sağlamlıq texnologiyalarının genişləndirilməsi, təlim, eləcə də sosial innovasiya istiqamətləri üzrə tədqiqat, səmərəli və davamlı əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər. Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və innovasiya ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir. YouTube kanalımıza abunə olun.